gündən bir kişi var yanlarında. Yaxşı kişinin arvadı başqa kişi ilə yatmır. Hər övladının atası ayrı-ayrı kişidən olanlar. Xalq artistimiz belədirsə, onu da heç. Kimlərsə kişiliyini, arvadımı kişi ilə tutdum deyə çəkdiyi videoda göstərir. Biz Azərbaycan kişisini də bastırırıq yavaş-yavaş. Özünə məsləhət verəcək adam lazımdır. Gəlib oturub saatlarla kiməsə məsləhət verirlər. Qadın geyinən qədələrin sayı çoxalır. Anda bir oğul bugün Azərbaycanda 2000 manat pul qazana bilmir. Amma bədən oynadanlar həftələrdə. Mən heç istəməzdim Rəqsanə İsmailova yenidən həbs olunsun. Böyle bir dövrə gəlmişik ki, fahişəyə bacı deyilir, özünə hörmət eləyən xanıma da. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugünkü qonağım hər zaman öz çıxışları ilə diqqət mərkəzində olan, hər kəsin sevimlisi teleaparıcı Səidə Bəkir qızıdır. Xoş gəlmisiniz Səidə xanım. Xoş gördük. Səidə xanım, bugünə qədər çox mövzulardan danışmısınız, bir çox müğənnilərdən danışmısınız. Amma Rəqsanə ilə bağlı danışdığınız daha çox gündəm oldu. Səhv etmirəmsə, orada elə də böyük bir gündəm yaradacaq cümlələr yox idi. Geyimdən və görüntüdən danışmışdınız. Elə bununla başlayaq. Vallahi mən onun niyyəsini belə deyərdim ki, insanlar ümumiyyətlə tənqidə açıq deyirlər. Mənim özüm bilirsiniz ki, ən çox demək olar ki, tənqid olunan aparıcılar içərisindəyəm də. Niyə? Bəlkə də mən çox paylaşım eləyirəm, bəlkə də mən daha çox gündəmi zəbt edən hadisələrə yanaşmama göstərirəm. Ona görə mən də tənqid olunan aparıcılardanam. Bəzən elə adamlar mənə tənqid eləyir ki, görürsən ki, heç özü cümlə qura bilmir, amma mənim danışığımın üzərindən şərh verir. Ona belə cavab vermirəm. Birinci, mənim heç ümumiyyətlə cavab verəndə özümü ucuzlaşmış hiss eləyirəm. Bunu da deyim yeri gəlmiş ki, amma necə bir şey olarsa, o qırmızı xəttlər, zatlar keçilərsə, həmən artıq cavab verərəm. Ona görə də kim danışsa haqqımda cavab vermirəm. Çünki niyə edirəm? Tənqidə açıq adamam. Həmən evdə otursaydım, kimsə məni görməsəydi, kimsə məni tanımasaydı, eləcə də sizi, biz deyərdik ki, mənim kimlə nə işim var? Oturmuşam evdə, yeməyimi pişirib uşaqlarıma baxıram. Yox, biz artıq ictimaiyyət arasında tanınırıqsa, cəmiyyətdə bir mövqeyə sahibiksə, bir televiziyada adımız, soyadımız hallanırsa, ata adımız hallanırsa, demək ki, biz bu şeylərə hazır olmalıyıq. Tanınan adamlar haqqında həmişə danışılır. Tanımayan adam haqqında ancaq qonşuları qeybət eləyər də. Ondan o tərəfə kimin nəyinə lazımdır ki? İndi bu məsələdə də Səidə dedi, partlayış oldu. Siz inanın ki, bu məsələdə mənə qınayanlar, mənim üstümə gələnlər əslində ən çox elə bundan danışan adamlardır. Amma sadəcə onlar o ürəyin sahibi deyirlər, risk eləyib onu belə bu şəkildə ictimailəşdirə bilmirlər deyə. Onlar mənim üzərimə gələnlərdir. Və ümumiyyətlə üzərimə gələn 2-3 nəfəri belə incələdim mən. Video çəkmişdilər tərəf saxlamaq məqsədi ilə qarşı tərəfin. Belə incələdim. Yəni adamların danışığı ilə adam kimliyini bildirir də. Səidə xanım, o qədər də kəskin olmayan ifadələrə qarşı niyə məhz elə adekvat cavab? Niyə elə oldu? Mən sizə deyim. Birinci, insan qarşı tərəfə səliqəli formada cavab vermək üçün o səliqəyə səhmana malik olmalıdır. İnsan mədəni olmalıdır bir mənalı şəkildə. Mənim bu keçmiş məcburi köçkünlər haqqında danışdığımla bağlı mənim ata adımın sonuna yan şəkilçisi artırıb Səidə Bəkiryan deyən bəzi keçmiş məcburi köçkünlər var idi. Bilirsiniz niyə mən onlara cavab vermədim? Çünki onlar qonşularının xarakterini götürmüşdülər və onlar əslində kimliyini ortalığa qoyurdular. Çünki Bəkir kişinin qızı da bugün cəmiyyətdə tanınır. Hansısa kişi simasında olub mənim haqqımda danışan üzümü Səidə Bəkir qızına tuturam deyən kişi də əslində kimliyini ortaya qoyurdu. Mən orada da heç kimin atasını söyməmişdim, heç kimin atasını da erməni çıxartmamışdım. Doğrudur. Mənim atamı erməni çıxardanlar əslində nə qədər səviyyəsiz, səviyyəcə aşağı və nə qədər əxlaqdan kasad olduqlarını ortaya qoydular. Yəni o baxımdan deyirəm ki, qarşı tərəfə cavab vermək üçün, o necə danışıbsa elə cavab vermək üçün, birinci sənin özündə o mədəniyyət olmalıdır. Yox, sənin özündə problem varsa, mədəni kasıbsansa sən,
Pullu zəngin ola bilərsən, mədəni kasıbsansa, əxlaq kasıbısansa, sən həmişə sürünən görünəcəksən. Çünki pul bir yerə qədər insanı qaldırar da. Və sən elə yerlər var ki, orada pulla hərəkət eləyə bilməzsən. Sən öz sözünlə hərəkət eləyərsən, öz oturuşunla hərəkət eləyərsən, öz baxışınla. Mən burada heç kimə əxlaq dərsi keçmirəm. Bunu başqa cür yozmasınlar yenə. Çünki bizdə var axı bir dənə cümlədən tuturlar və salam eyvallah getdilər arxasınca, sonra özlərinə oxşayanlar, özləri düşüncəsində olanlar da düşürlər bunu da ancaq. İndi gəl andaman elə ki, mən onu deməmişəm. Yəni mən burada əxlaq dərsi keçmirəm. Amma hamı hamıya hörmət eləməyə borcludur. İradınızı bildirin mənə. Amma mən necə sizi tənqid eləmişəm, eyni şəkildə mənə tənqid eləyin. Heç kim heç kimi təhqir eləyə bilməz. Çünki bu Azərbaycanda cinayət məcəlləsi ilə yol verilməzdir. Hamımızın konstitusion hüququ söz və fikir azadlığımızdır. Bugün mən jurnalist olaraq söz və fikir azadlığımdan istifadə edə bilmirəmsə ki, kimsə gözünü yumub ağzını açacaq özlərinin dediyi kimi. Açarıq sandığı, tökərik pambığı, keçmiş. Mən keçmişimdən qorxsaydım, ümumiyyətlə mən heç kim haqqında analiz verməzdim. Demək ki, mən bu qədər açığamsa bugün cəmiyyətdə, demək ki, mənim utanacaq heç nəyim yoxdur. Yenə də mən o gün bu TikTok sosial şəbəkəsində danışanda dedim ki, bizim hamımız olub da, sevənlər də olub. Məsəl üçün, deyir, qızı 50'si sevər, birisi alar. Doğrudur. Bu illərlə bundan öncədən gələn fikirdir. Mənə də istəyənlər çox olub. Bir nəfərlə ailə həyatı qurmuşam. 20 ildir də sağlam ailəmiz var. Necə olur ki, hər övladının atası ayrı-ayrı kişidən olanlar məndən daha əxlaqlı olur, amma mənə zamanında seviblər deyə mən əxlaqsızam. Yəni, bu ümumiyyətlə nə yanaşmadır? Və çox təəssüf ki, bəli, kütlədə o düşüncədə olanlar var ki, onun da arxasınca gedənlər var. Axı soyunmaqla gündəmdə qalan çox müğənnilərimiz var. Niyə məhz Rəqsanə? Hətta samballı müğənnilər də var ki, onlar da soyunmaqla gündəmdə qalırlar. Yoxsa onlardan çəkinmisinizmi, belə desək sözünüzü deməmisiniz, yoxsa hər zaman hamıya irad bilirsiniz? Valla mən sizə deyim ki, bu son dönəm bu hadisələr baş verəndən sonra, bəli, Aygündən niyə danışmırsan, Aygün Kazımovadan qorxursan ona görə, Rəqsanədən niyə danışmırsan, ondan qorxursan ona görə deyənlər başa düşdüm ki, mənim yaradıcılığımla tanış deyirlər. Amma mən düşünürəm ki, məsələn, siz mənə izləyən bir aparıcısınız həm də, siz yəqin ki, onu görmüsünüz. Bəlkə də görməmisiniz, gözünüzdən qaçıb. Məsələ burasındadır ki, mən elə xarakterdə olan adamam ki, mən qardaşımı da tənqid eləyə bilən adamam. Oyunla da bağlı video çəkə biləcək adamam. Burada mənim üçün kimin xalq artisti olması, kimin pulunun çox olması, kimin dayısının daha güclü olması yox. Bugün onlar cəmiyyətə nə verir? Və mən cəmiyyətin üzvü olaraq baxıb susurammı? Susuramsa niyə susuram? Danışıramsa niyə danışıram? Mən bu xanımdan öncə Aygün Kazımova, Röya, sonra Lalə Məmmədova və bir də ki Tüzalə Ağayeva. Dördü ilə bağlı eyni gündə danışdım. Sosial şəbəkəmdə, TikTok platformamda var. Baxa bilərsiniz. Təqribən Aygünlə bağlı danışdığınız diqqətimdədir. Hardasa bir 8 ay falan bundan öncə. Aygün xanım da eyni geyimlə geyinmişdi, yaşıl bir rəngdə. O vaxt mən TikTok sosial şəbəkəsində yox idim, illər bundan öncə idi. Mən o ilə bağlı Facebookda paylaşım etmişdim ki, yəni bizim xalq artistimiz belədirsə, onda heç nə. Bugün də fikrimin üzərində dayanıram. Bilirsiniz necə xalq artistləri elə artistlərdir ki, onlar xalq tərəfindən sevililir. Bəli, Aygün Kazımovanın həddindən artıq çox kütləsi var. Və bir reallıq da var ki, Aygün Kazımova da elə səhnənin ilk günlərində o dəyişikliyi gətirdi də, soyunmağı. Amma buna baxmayaraq o xalq artistidir, daha zövqlüdür, ona yaraşır deyə və yaxud da ki, onun belə deyək də, sözünün kəsəri də, o zaftası da daha belə deyək də, ağırdır deyə mən ondan qorxuram, o ilə bağlı heç nə demirəm. Yox, mən heç kimdən qorxmuram. Niyə qorxuram ki? Birisinin haqqına girmirəmsə, faktı göstərirəmsə, fakt üzərindən danışıramsa, niyə mən kimdənsə qorxmalıyam? Nə üçün qorxmalıyam? Dövlət büdcəsindən oğurluq eləmirəm, cəmaatın əmlakını talamıram, heç kimin haqqına girmirəm, heç kimdən bağlı yalan informasiya vermirəm, heç kimin balasını atasız qoymuram, nə bilim anasız qoymuram. Mən niyə kimdənsə qorxmalıyam, nə üçün qorxmalıyam? Ümumiyyətlə düz söz demək üçün mən niyə qorxmalıyam ki, nə üçün qorxmalıyam? Yenə də deyirəm,
Bizim konstitusiyamızın maddəsi var, söz və fikir azadlığı. Mənim konstitusion hüququm, vətəndaş kimi haqqım var düzgün söz demək. Kimsə qorxursa danışmırsa, kimsə məsələn deyək də Aygün Kazımovanın fanatıdır deyə danışmırsa və ya Röyanın fanatıdır deyə danışmırsa, o başqa məsələ. Amma mənim işim danışmaq olduğuna görə cəmiyyət dəyəri əksikləri görür. Mən danışıram. Yeri gələndə Röyaya hamıdan çox qulaq asan mənəm. Amma mən qulaq asıram, yox geyiminə heç nə deməyim demirəm. Yəni həqiqətən elə vaxt o ki mən utanıram da. Yəni bu bilirsiniz necə biri var açıq, biri də var ki lütsən. Artıq lütsənə keçib bizim bəzi müğənnilərimiz. Söz deyəndə xətirlərinə dəyirlər. O deyir buranı açaram, o deyir oranı açaram. Nə olar bir qaydın özünüzə baxın, sonra mənimlə bağlı nə istəyirsiniz açın. Ürəyiniz nə istəyir açın tökün ortalığa. Görüm nə göstərəcəksiniz. Səidə xanım, bəzi müğənnilər var ki, onlar da yaşlandıqca soyunmağa başlayırlar. Buna səbəb nədir? Vallahi mən bunun səbəbini necə deyim. Bilirsiniz, bəzilərinə elə gəlir ki, örtülü olanda onlar istədiklərini ala bilmirlər qarşı tərəfdən. Ona görə soyunan qadınların bəzisi niyə soyunur? Ümumiyyətlə, niyə soyunur qadınlar? Nə üçün soyunur? Diqqət çəkmək üçün soyunur da. Diqqət çəkmək üçün. Vəssalam da. Sən görürsən ki, sən artıq heç kim diqqətini almır. Nə gözəl qadındır demir və yaxud da ki, Belə çıxır ki, onda yaşlandıqca soyunurlar ki, daha çox diqqətdə qalsınlar. əlbəttə ki. Çünki Bəs mental dəyərlər getdikcə... mental nədir? El dilində belə bir şey var, ağsaqqallaşırlar, ağbirçəkləşirlər də, yəni. O mental sözü nədirsə, mənim imkanım olsaydı onu ümumiyyətlə bizim leksikonumuzdan, orfoqrafiyamızdan, orfoepiyamızdan çıxarardım. Şərq mədəniyyətinin daşıyıcısıyıq da. Bizdə bir əxlaq deyilən bir nüans var. Bəli. Onu qorumalıyıq. Amma indi baxın ki, məsələn, eyni şeyi mən deyən adamam. Baxın, mən linç eləyirlər ki, sən nəyin lazımdır, kim soyunur? Əşi, get işinlə məşğul, sənin işin yoxdur. Ona görə deyirəm ki, siz Allah bu mental dəyər filan. Onlara xoş, bizə də ondan xoş. Onlar zövq alır, biz də zövq alırıq. O gün mən öz efirimdə dedim, hormonlarımız dəyişib, artıq bizdə kişiləşmə gedir. Adam nə qədər lüt qadına baxar. Hormon artıq öz işini görür orada. Qadınlıq hormonları yenir, kişilik hormonları qalxır. Niyə? Çünki biz əndam görürük. Amma biz sənət görmək istəyirik də. Şövkət Ələkbərzadə soyunub gəlib səhniyə. Zeynəb xanlarova soyunub gəlib səhniyə. Rübabə Muradova soyunub gəlib səhniyə. Biraz ola bilər dekolteləri olub. Amma onların heç bir lüt çıxmayıb səhniyə. Azərbaycan tarixidirlər də. Bizim musiqimizdir. Bizim incə sənətimizdir. İndiki kim kimlə çox soyundu. Bəlkə sənətləri yoxdur, soyunmaqla gündəmdə qalmaq istəyir. Diqqət çəkmək üçün nə etmək lazımdır? Diqqət çəkmək üçün ya əsər qoymalısan ortalığa, dağıtmalısan da səsinlə, o nə bilim, dörd divarın arasını, o sarayları nəyi, ya da yoxdur axı görmüşük də. Canlı oxuyan kimi xarisə elə səsləri də çatmır. Səsi çatmayan adam nə etməlidir? Kiminsə diqqətini çəkən adam nə etməlidir? Soyunmalıdır da. Hə, zəngülə vura bilmirsənsə, nə bilim 3 oktava, 4 oktava səsin yoxdur, soyunasan bu bir mənalı şəkildə belədir. Hansısa bir şəkildə işə keçirməlisən axı xislətini. Necə keçirirsən? Ya ayağı açırsan, ya sinəvi açırsan, ya ümumiyyətlə alt paltarı ilə çıxırsan efirə. Niyə məhz bu cür açıq-saçıq, özlərini şişirtmiş. Yəni indi baxırıq da, Allahın yaratdığına o qədər müdaxilə var ki, insanı tanımaq olmur. Mən demirəm, əleyhinə deyiləm. Təbii ki, ehtiyac varsa toxunmuş olmalıdır, təbii bir şeydir, bəli. Amma əndazədən çıxırlar. O aparıcılar niyə aşırı açıq-saçıq çıxırlar efirə bəzisi? Çünki efiri satmaq lazımdır. Efiri bağlı formada, səliqəli veriliş apararaq satmaq çox-çox çətindir. Bilirsiniz necə bu sosial verilişləri satmaq olar. Tutaq ki, Lalə Azərtaş həmişə geyiminə hörmət edən, hörmətlə yanaşan bir aparıcıdır. Efirini də satır. Çünki sponsorlar var efirində, bilirsiniz məsələn. Amma musiqili veriliş aparan adam ya ağzına gələni danışan müğənni çağırmalıdır ora. Baxırsınız, bugün efirdə danışdıq şey, sabah başqa efir çağırır, yenə də yeni sualı verirlər. Ay başladım, biz başa düşdük də, biz artıq bunlar neçədə yatdılar, neçədə dururlar. Hamısını biz bilirik də. Amma ki, məsəl üçün tutaq ki, sponsor nə üçün gəlir ki? Verilişin reytinginə görə gəlir də. Verilişin reytingi də belə ucuz söhbətlər olanda
artıq aparıcı başlayır soyunmağa. Ya yenə də burada diqqət çəkmək məsələsidir. Biz necə özgüvəni olan adam mənə görə, özünə güvənən adam. Nə bilim, bədəninin bir 50%-ni çöldə qoyub efirə çıxmaz mənə görə. Düzdür, indi bilirəm ki, bunu da altından paylaşsaq yazacaqlar ki, özgüvəni var deyə, bədəni gözəldir deyə geyinir də, sən bədənin gözəl deyil. Elə geyinə bilmirsən, ona görə deyirsən. Yəni bu şərhlərdə görmüş olacaqsınız. Yəni hər bir gözəlliyin aid olduğu yəqin ki, bir insan var, belə desək də, cinsel olaraq qadın, kişi münasibətləri var. Hər kəsin də ya həyat yoldaşı var, ya özünün şəxsi var. Onun üçün paylaşmalıdır da, durub cəmiyyət üçün paylaşmalı deyil ki. Görürsüz, onlar da deyir ki, bizim həyat yoldaşımız bilir ki, biz müğənniyiz və həyat yoldaşımız bizi dəstəkləyir, amma yenə də deyirəm, valla mənim üçün çox maraqlıdır. Ümumiyyətlə, indiki Azərbaycan kişisi modeli mənim üçün maraqlıdır. Bir ər arvadından hansı şəkildə zövq ala bilir? Və nədir onun zövq aldığı? Və niyə paylaşır ki, hər kəs ondan zövq alsın? Yox, indi birisinə əri icazə verirsə, təbii ki, biz nə karəyik ki, nə deyəcəyik ki? Adam deyir ki, həyat yoldaşım icazə verir, amma yenə də deyirəm, mən bir Azərbaycan kişisi modelini artıq axtarmağa başlamışam ki, yəni bizim kişilərimizdə nə baş verir də? Çünki bugün biz sosial verilişlərdə görürük kişilərin durumunu. Biri deyir, arvadım mənə aliment versin, çünki uşaqları atıb gedib mən baxıram. Təbii ki, o baxırsa aliment verəcək. Nə bilim, arvadım qaçıb, götürün gəlin, onsuz yaşaya bilmərəm. Məsələn, eybi yoxdur, uşağı başqa adamdan da. DNT testi çıxdı ki, mənim adım tutaq ki, Arifdir, amma onun dədəsi Vasifdirsə, eybi yoxdur, yenə qəbul edilən uşaqlarımın anasıdır. Biz Azərbaycan kişisini də bastırırıq yavaş-yavaş. Bu dəyərləri korlayan səbəblər? Dəyərləri korlayan, birinci korlayan televiziyalar. Televiziya ən böyük təbliğat vasitəsidir. Ən böyük təbliğat vasitəsi. Kütləvi informasiya vasitəsi, durduq yerdə demirlər. Kütləyə təsir edən informasiya vasitəsidir. Biz səhər ifra açanda nə görürük? Soyunmuşlar. Səhər verilişlərində. Bir də ki, lakıdı çıxdı. Saat 4-ə qədər bunlar gedir. 4-dən sonra da nə olur? Sosial proqramlar 2 saat, 3 saat. Sən kəs səsini, o deyir sən sus, bu deyir sənə verdiyim haram olsun. O deyir ki, sən heç vaxt mənə onu da bilməyəsən. Bu deyir ki, day məni alıb da, indi imkan ver də mənim ərimdir. Deyir, yox, mənim onu göstərdiyim qayğını sən göstərə biləsən. Sonra başlayırlar o qadınları yığdırmağa, dişdə qoydururlar, üzlərində gərdirirlər, bədənlərini də şəkilləndirirlər. Nə üçün eləyirik ki? Nə oldu, dünənə qədər o videoda deyildilər? Məsəl üçün, mənə hərdən deyirlər ki, nəcə filan brenddən geyinmirsən, tutaq ki, Karolina Valyantdan sənin şuban yoxdur. Deyirəm, valla 45 il mən Karolina Valyantdan geyinməmişəmsə, bundan sonra 5 ildə geyinməsəm, məndə heç nə dəyişməyəcək də. Yəni, bilirsiniz necə? Bugün onların üzgərməsi yoxdursa, tutaq ki, həm də ki, öz həyatını, taleyini əlinə alıb sənin efirə gələn adama, sən niyə maraqlısan ki, plastik əməliyyat etdirmək üçün, nə üçün maraqlısan? Ondan sonra da gedirlər, 3 gündən bir kişi var yanlarında, 3 gündən bir. Eşqimi tapdım, həyatımı tapdım. Bir həftə TikTokda ulduz olurlar. Eşq belə getdi, həyat belə getdi. Təzədən bir də yeniləyirlər. Nəyə xidmət eləyirik? Biz yenə də deyirəm. Bizim elə əksər insanları korlayan televiziyalar deyil. Televiziyalarda. Nə gündədir bizim televiziyalarımız? 2 dənə, 3 dənə televiziyanın çıxmaq şərtini. Bərbad gündədir. Bu çağırır efirə, bir dənə söz dedi ağzından. O bir televiziyalar artıq növbəyə dayanırlar. Filan sözü dedi. Və salam tutdular ucundan. Getdilər sabah. Bir sual nə qədər eyni müğənniyə eyni sualı vermiyorlar, nə qədər? Yaradıcılıqdan danış deyəcəm, amma yaradıcılıq yoxdur ki. Hansı yaradıcılıqdan oturub danışacaqlar ki, olmayandan sonra? Efirlərdə əksər vaxt bir çoxları çıxıb özündə olmayanlardan danışır, əxlaq dərsi keçirirlər. Bununla bağlı nə deyə bilərsiniz? Deməli, bir ekspert var, sosial verilişdə əyləşir. Xanımın adını bilmirəm, artıq 2-ci, 3-cü dəfədir. Öz aləmincə çox ağıllıdır bu və mənim haqqımda şərhlər verir. İndi də məlum bu rəqsanə məsələsində uzun-uzun bir paylaşım eləyib Facebookda. Atıblar mənə, bundan öncə də eləmişdi. Sadəcə üzərindən keçdim və deməli, onun haqqında mənə oktyabr ayının axırında bir şikayət gəldi video formatında. Space-də mən xəbərin izində proqramına aparanda. Bir yaşlı kişi, əlində həmin bu, bilmirəm, valla, psixoloqdur, sosioloqdur, hər nədirsə, sarı saç bir qadın da, adı da yadımdan çıxıb. Onun şəkli əlində deyir ki, evimi əlimdən alıb bu qadın. Səidə xanım, xahiş eləyirəm. Mənə kömək eləyin, evimi qaytara bileyim. Neçə min manatımı mənimsiyib, neyiniyib, baxın.
birisi birinin şəklini əlində tutub danışırsa, ona görə məsuliyyət daşıyır. Məsəl üçün, mən indi tutaq ki, sizin şəklinizi alım əlimə, deyim ki, bu mənim 40 minimi uğurlayıb aparıb, sabah sən məni məhkəmələrdə süründürərsən ki, faktını qoy ortalığa. Demək ki, yaşlı insan bunu əlində tutursa, səndən bir zərbə yeyib. Bəli. Dedim, adam, mən onu bir zamanlar Amil Xəlilin verilişində görmüşdüm. Dedim, Amil Xəlilin verilişində oturan xanım, necə, yəni, bunun şəklini filanını verim? Dedim, ayıbdır da, yəni biz həmkarıq filan, amma düşündüm ki, bunu Amil Xəlilə göndərəcəm və deyəcəm ki, o xanıma deyin ki, haqqında şikayət var faktı ilə. Neyse, sonra başım qarışdı filan, kişi 3 dəfə eyni şeyi, Səidə xanım, mən biləm ki, bir siz bu məsələni işıqlandırsaz, bunun artıq bir effektini görəcəm mən, dedim. Və kişiyə səs atdım ki, valla dayı, o burada gəlib, oturub, çox ağıllı məsləhət verən bir ekspertdir. Yəni, mənim həmkarımın verilişinə gəlir də. Və mən də çıxım deyim ki, bu adam kimsə alladıb evini alıb əlindən. Yəni, o düz çıxmayacaq. Doğru sayılır. Və o qadın artıq 3-cü paylaşımı mənə eləyəndə, mən o videonu yenidən indirdim telefonuma. Sözümü nəyə gətirirəm? Siz bəzən adam özünə hörmət eləyir, müəyyən şeylərdən danışmır, keçir üzərinə. Amma sonra baxırsan ki, yox, heç o qarşısındakı adam hörmətə layiqdir. O, indi deyirsiniz, özündə olmayandan danışır. Amma bəli. ondan danışır. Kim şərait yaradır? Televiziyalar. Televiziya ailəsini 3 dəfə, 4 dəfə, 2 dəfə dağıdan birisini necə gətirib 30 durur sosial verilişdə ki, bu ailə dağılır məsləhət ver. Öz ailəsini qoruya bilməyən adam başqasının dağılan ailəsini necə birləşdirə bilər ki? Birinci, sənin o gücün olsaydı, sənin o ağıllığın, təfəkkürün olsaydı, sənin ailən dağılmazdı ki. Bizim ailədə söz söhbət olmur. 20 ildir mən qaynanamla yaşayıram. O qədər olub ki, demişəm ki, yox, artıq bəsdir, gedirəm. Gedirəm atamın evinə, bəsdir, gedirəm. Və sonra analiz eləyirəm də, niyə gedirəm? Qaynanam filan şey dedi. Əslində özündə haqlı idi da. Məsələn, burada mənim səhvim var, tutaq ki. Və ya da ki, məsəl üçün, gedirəm, nə olur? Ailəmin mübarizəsini apara bilmədim də mən. Doğru. Ailələr niyə dağılır? İnsan mübarizədən yorulur. Düzdür, bəzi qadınlarımız var ki, o qədər aşağılanır, o qədər döyülür. Mən, məsəl üçün, onun əleyhinəyəm. Qadın ikinci dəfə döyüldüyü evdə mənə görə qalmalı deyil, mənə görə. Bəlkə də fikrimi yeni səhv başa düşəcəklər ki, deyirlər, boşanın, yox. Əgər sizi mütəmadi əriniz aşağılayırsa o evdə, qalmayın. Demək ki, siz o evdə çox hörmətsiz birisisiniz. Qalmayın. Yox, məsəl üçün, mənə çəp baxdı, dedim, bugün restorana getmək istəyirəm. Dedi, yox, 3 gündən sonra gedir. Yox, küstüm, getdim anam gəlir. Bu başqa məsələdir. Bu harınlamışlıqdır. O artıq başqa bir temadır. Evliliyə oyuncaq kimi baxırlar Səidə xanım. Yəni, o baxımdan da özünə məsləhət verəcək adam lazımdır. Gəlib oturub saatlarla kiməsə məsləhət verirlər. Müğənnilərin belə geyimləri gənc nəsillərə necə təsir göstərir? Gənclərimiz də onsuz göz önündədir. Görürük də. Yəni, mən əbəs yerə demədim, televiziya çox kütləyə təsir eləyir. Onda gəncliyimiz hara gedir? Mən məsələn, televiziyaya baxmayan adamam da. Mənim əlimdə əlacım olsun, ümumiyyətlə, evdəki televizoru da qıraram. Amma mənim 75 yaşında qaynanam var. O Zaurun verilişinə baxır. Bizim televiziya evdə səhər tezdən ATV kanalı qoşulur və gecə yatana qədər elə ATV kanalı qalır orada. Mən ümumiyyətlə televizora baxmıram. Bir də göz qonaq otağından arası keçib gələndə eşidirəm. Görüm qaynanam deyir, ay Allah, o 5 dəqiqədən sonra açıqlayacaq. Deyirəm, ay mama, nəyə açıqlayacaq? Deyir, qız var, filan kəs. Deyirəm, kimdir o? Deyir, əşi, sən baxmırsan. Bilsən, bunu, nə bilim, nəyinə araşdırırdılar, bu verilişdə açıqlayacaq, neyniyəcək. Yəni, o gənclər də oturub Zaurun verilişinə bilirəm, baxmır. Məsəl üçün, Lalə Azartaşın verilişinə, Zaurun verilişinə, Elgizin verilişinə, Xoşgədəm Hidayət qızın verilişinə. Bilirəm, gənclər baxmır. Öz uşaqlarımdan götürürəm də ki, onlar oturub elə efirlərə baxmır. Onların qarşısına da sosial şəbəkələrdə çıxır. Və sosial şəbəkələr bizə təsir eləyir. Və ona görə də biz artıq, nə bilim, elə ki, gəncliyi də bitirmişik də. Özümüz bitmişik, gəncliyi də bitirmişik. Baxın, dünya ölkələr, bizim də çox savadlı gənclərimiz var, ixtiralar eləyirlər, Amerikadan səsləri gəlir, digər dünya dövlətlərindən, dünya ölkələrindən səsləri gəlir, amma çox azlar, barmaqla sayılacaqdılar. Çünki biz axı gənci onu təqdim eləmirik, onu təbliğ eləmirik axı. Bəli.
Gənc elə yenə də Təəssüflər deyirəm. olsun ki- Açır ki, bu oyunla qırışdı, o boyunla dalaşdı, bu boyunla söyüşdü. O deyir, sən kim olmusan, bu deyir, sən kim olmusan. Bildiyimiz kimi hər kəsin intim həyatı özünə məxsusdur. Öz evində qapalı qalmalıdır. Amma indi insanlar bunu asanlıqla sosial şəbəkələrdə paylaşırlar və bundan heç də utanc duymurlar. Bunların səbəbi nədir? Çünki gördülər ki, aynı adi elementar bayaq danışdığımız soyunmaqdan götürək. Gördülər ki, məsəl üçün biri soyundu, heç kim heç nə demədi. İctimai qınağı olmadı. Təsir göstərmədi 3 nəfər danışdı. İkincisi soyundu, üçüncüsü, beşincisi ya Allah. Bağlı geyinənlərin də hamısı soyunur. Səsi gözəl olanlar da soyunur. Məsələ burasındadır ki, yəni onsuz da sizə qulaq asırlar da, onlar da soyunur. Və cəmiyyət görür ki, ictimai qınaq yoxdur və bir də ki, indi elə bilsən ki, artıq hamı jurnalistika ilə məşğuldur. Mən paylaşım, aşırı başlıq yazım belə açıq. Girsinlər ora baxsınlar, girsinlər ora nəsə yazsınlar, neynəsinlər. Yəni insanlar artıq görürlər ki, o insanlar daha çox izlənir. O kateqoriyaya aid olan videolar daha çox izlənir, daha açıq-saçıq, daha bayağı, daha üstündə bu ifrat kəlmələr qeyd olunmuş. Ona görə insanlar da başlayır. Görün biz son illərə qədər belə bir video görmüşdük ki, biri gəlsin, bacısını yoldaşı ilə yataqda tutsun və yaxud da ki, o bunu aşkarlasın ki, onun bacısı bunun həyat yoldaşı ilə intim münasibətdədir. Yəqin ki, çıxıb qarşınıza bu yaxınlarda sosial şəbəkə bacısının üzünü çəkir, bacısının üzünə və yaxud da ki, ər gəlir girir. Çək, dur. Hə, birinə çəkdirir, yorğanı açır üstündən, arvad lüt üryan, yanındakı kişi lüt üryan və onlar elə bilirlər ki, onlar yaxşı kişidirlər. Yaxşı kişinin arvadı həmin kişinin yatağında başqa kişi ilə yatmır. Demək ki, siz yaxşı kişi olmamısınız. Özünə hörmət edən kişinin arvadı kişiyə, kişidən birinci də özünə hörmət eləyir. Siz nəyi göstərirsiniz? Qeyrətinizin kasad olduğunu göstərirsiniz. Mən məsəl üçün o qadını qınamıram. Bugün əgər qadın digər otaqda qaynatası, qaynanası yatıbsa, yoldaşı məsələn deyirəm də, hansısa bir növbəli iş rejimində işləyir, gecə növbəyə gedirsə və bu öz sevgilisini yatağına salırsa, demək ki, onun həyat yoldaşı yaxşı kişi deyil. Ola bilsin buna görə də mənə qınayacaqlar ki, kişi neynəsin gedir növbəyə də. Qonşu otaqda mən qaynana qaynatanın nəfəsini hiss eləyirəmsə, burada kiməsə də nəfəsimi verirəmsə, demək ki, orada problem var, ocaqda problem var. İndi o dediyiniz kimi, kimlərsə kişiliyini, arvadımı kişi ilə tutdum deyə çəkdiyi videoda göstərir. Əksinə, etiraf eləyirsiniz ki, o kişi dediyiniz sözdə sizdə heç əsər əlaməti yoxdur. Elə şey ola bilər, sən övladlarının yanına yad bir, başa düşürəm, hər kəsin intim həyatı olmalıdır, hər kəsin özünə məxsus bir ehtiyacı var, o qarşılanmalıdır. Amma bunu ərinlə yatdığın otaqda, yataqda eləməli deyilsən. Uşaqlarını yatızdırıb böyründə eləməli deyilsən. Bəzi uşaqlar var, travma ilə böyüyürlər. Niyə? Gözünü açanda müxtəlif kişilər görüblər analarının yanında. Uşaqlar həyatda bədbəxtdirlər. Bədbəxt elə mütləq adamın alnına yazılmalıdır ki, sən bədbəxtsən. Bəli. Ona görə mən deyirəm ki, özlərinizi özlərinizə saxlayın. Ehtiyacınız var, anlayıram. Mən anormal deyiləm ki, mən də xanımam. Mən gözəl bilirəm ehtiyacı nədir. Amma ki, öz əlinizi öz əlinizə saxlayın. Biz sizin bikininizi üzr istəyirəm, görmək məcburiyyətində deyilik. Mən istəmirəm mənim oğlum bugün sosial şəbəkəyə girəndə görsün ki, adamın hər yeri qalıb çöldə. At paltarlarının rənginə qədər görünür. Yəni, bilirsiniz necə? Hər şey bir yerə qədərdir də, hər şey. Səidə xanım, əvvəllər insanlar, xüsusilə də qadınlar ayıblarını gizlədərdilər. Amma indi bunu təqdim edirlər sosial şəbəkələrdə və bunu bir qəhrəmanlıq kimi sanki insanlara təbliğ eləməyə çalışırlar. Mən elədim, yaxşı elədim. Bəli. Eləmə elədim, yaxşı elədim deyirlər hətta bunu çəkdikləri videolarda. Mən bir neçə dəfə bunu demişəm və elə indi də sizin sualınızın yeridir. Biz hal-hazırda elə bir zamanəyə gəlib çatmışıq, elə bir dövrə gəlmişik ki, fahişəyə bacı deyilir. Özünə hörmət eləyən xanıma da ay əxlaqsız bəsdir də deyilir. Mən düşünürəm ki, bu bir dənə cümlə ilə sizin sualınızı tamamladım artıq mən. İndi müğənnilər A-dan Z-yə bütün tənqidləri, təhqirləri, əxlaqsız ifadələri işlədərək mən buyam deyirlər. Sizcə pis nümunələrlə mən buyam demək doğrudurmu?
Bəs indi niyə dedim ki, bizim zamanəmiz o zamanəyə gəlib ki, artıq əxlaqsızlara bacı deyilir. Çünki mən son günlər görürəm, bəziləri haqqında videolar çəkilir. Yəni belə baxıram, deyirəm, ya Rəbbim, biz bu günə düşəcək deyilik də. Mən düşünürdüm ki, biz müharibədən sonra daha mərd olacağıq, daha əzmkar olacağıq, daha iradəli olacağıq. Çünki biz çox böyük bir yoldan keçmişdik. İllərlə itirdiyimiz, həsrətində olduqlarımızı geri qaytarmışdıq. Kimin sayəsində? Qəhrəman oğulların sayəsində. Müharibədən sonra ən çox gördüyümüz nədir? Qadın yubqası geyinən qədələrin sayı çoxalıb. Meykap eləyib, TikTokda oturub hədiyyə yığanların sayı çoxalıb. Az nə olub, az mən qolumun tükündən utan. Mən kişiyəm, qolumun tükündən utan deyib, arvad kimi burcudanların sayı çoxalıb. Amma yenə də deyirəm, mən amma başqa bir şey gözləyirdim. Mən gözləyirdim ki, bizim oğlanlar daha mərd olacaqlar. Bizim oğlanlar da mübarizə olmaq istəyəcəklər, Vasif olmaq istəyəcəklər, Əli olmaq istəyəcəklər, Polad olmaq istəyəcəklər. Amma bizim bəziləri deyir, nə? Deyir, neyniyəcəm? Tutaq ki də, məsələn, yaxşı oğlan olub neyniyəcəm? 500 manata işləyəcəm, 800 manata. Məndən yaxşı yaşayır. Bəli. Deyir, elə neynirəm ki, açacam orada hoqqa verəcəm. Elə həftəsinə 2000 manat qazanır ya onlar. Bu az məbləğ deyil. Handa bir oğul bugün Azərbaycanda bir ayına 2000 manat pul qazana bilmir. Amma orasını burasını burcudanlar, qız kimi əzilib büzülənlər, bədən oynadanlar həftələrdən 2000 manat qazanırlar. Gələcəkdən nə gözləyirik? Yenə deyirəm, gələcək bitib, sadəcə bizim xəbərimiz yoxdur. Səidə xanım, hər zaman iddialı, sərt çıxışlar eləyirsiniz. Buna görə də problemlər yaşadığınızı, əsəblərinizin korlandığını deyirsiniz. Sizcə bu cür çıxışlarınızla bu cəmiyyətə təsir eləyə biləcəksinizmi? Bu cəmiyyəti düzəltmək mümkündürmü? Yox, çox təəssüf. İndi hətta sizin suallarınıza cavab verim. Nə qədər əsəb keçirdim, bəlkə də sifətim də qızarıb müəyyən qədər. Çünki özüm də hiss edirəm ki, artıq başım ağrıyır, qan təzyiqim qalxıb. Sadəcə, siz elə insan var ki, o hər şeyi daxilində hiss eləyir. Adam da var ki, yanında kimsə can verir, bir içim suya ehtiyacı olur. Deyir, yox, mən qabağa gedəndə özüm su suyacam, axı əlimdəkini özüm içirəm də. Deyirsən, bir qurtum ver, deyir, yox, nəyimə lazımdır, tanımıram ki. Mən tanımadıqlarım üçün mübarizə aparıram həyatda. Tanımadıqlarımın problemi həll olsun deyə mübarizə aparıram. Mən 25 ildir peşəkar televiziyadayam, 25 ildir. Düzdür, son 5 ili sosial şəbəkədə fəallam və sosial şəbəkələrdə paylaşımlar edirəm, amma 25 il mənim televiziya təcrübəm var. Bəzi gəlin 25 il təcrübəsi olanlara baxaq görək, ən azı 2 yerdə evləri var. Altlarında yox bir 70-80 minlik maşınları var. Hamısının sağlığına qisməti, ondan danışmıram. Balaca bir obyektləri var, 5 manat oradan pul qazanırlar. Mənim heç nəyim yoxdur bugün həyatda. Bir balaca maşınım var, onda 3 illik lizinqdən almışam. Yəni, o ilə idarə eləyirəm ki, artıq baxdım ki, tədbirdən çıxıb nə qədər mən taksi gözləyəcəm. Bir də görsən, biri gəlmir, yağışda 2 qat baha aparır, neynir. Bir dənə həyatda risk elədiyim şey olub ki, riskə girmişəm, özümə maşın almışam və demişəm ki, yox, verəcəksən bunun aylıq ödənişini Səidə. Onu demişəm. Yəni, nə demək istəyirəm? Mən özüm üçün hələ indiyə qədər kiminsə qapısını döyüb heç nə istəməmişəm. Amma bilirəm ki, mən döydüyüm qapıdan da əli boş geri qayıtmaram. Çünki mənim özümə görə azdan çoxdan hörmətim var. Bu cəmiyyətdə də hörmətim var, müəyyən instansiyalarda da hörmətim var, amma heç vaxt özümə görə istəməmişəm. Və hətta mənə deyirlər ki, sənin yerində kim olsaydı, indi ən azı, nə bilim, filan şeyləri qurmuşdular. Deyirəm, yox, baxırız, mənim özümdə sevdiyim ondan ibarətdir ki, heç bir məmurun qapısını indiyə qədər döyməmişəm ki, mənim filan şeyə ehtiyacım var və yaxud da ki, buradan bina tikilir. Mənə bir ucuz qiyməti bir otağını danışa bilərsiniz, mən ucuz qiymətə, endirimli şərtlərini eləməmişəm. Olacaqsa alacam, olmayacaqsa da yol neynirəm, o biri dünyaya ev aparacam, belimə şəlləniyib. Yəni ona görə də, amma nə qədər danışsam, nə qədər çarpışsam da, sonra baxıram ki, haqqını tələb elədiyim insan birinci mənim haqqıma girir. Mən bir şey deyəcəm, amma çox xahiş edirəm, bunu kəsməyin, bunu verərsiniz. Biz yay ayında Qarabağa səfər etdik. Canlı yayımda TikTok üzərində bunu danışmışdım, onu da bir xəbər formasına çevirdilər.
Deməli, yay ayında 50 şəhid ailəsi ilə Qarabağa gedirik və biz gəlib çatmışıq posta, portallarımız yoxlanır. Portalda heç birimizin adı yoxdur, düşməyib hələ ki adımız. Təşkilatçı Aynur xanım idi, dedi ki, səbirli olun, 2-3 dəqiqə, bir dənə mən əlaqə saxlayıram, 2-3 dəqiqə oturacaq, çünki günlər əvvəl verilmişdi bizim hamımızın adları ora. Və şəhid analardan bəzisi, 50 şəhid anasından bəzisi başladı ki, utanmırlar, bunlar bizi saxlayırlar, bizim oğlumuz bu torpaqlar uğrunda şəhid olub, oğlumun qanı haram olsun bunlara filan filan filan. Gördüm ki, bəziləri də səs-səsə verdilər. Çöndüm, dedim, xanımlar, nə olub? Görmürsüz bizdən portal istəyirlər, biz şəhid anasıyıq. Dedim, nə olsun? Nə olsun şəhid anasısınız? Axı, minanın üzərinə çıxanda mina soruşmur, sən şəhid anasısan, çıxmısan mənim üzərimə, ayağımı basırsan. O partlayanda, o soruşmur, kim keçir? Niyə şəhid anasının bugün belə bir ixtiyarı olmalıdır ki, o Qarabağa portalsız geçsin? Portaldan keçmək üçün 1 dəqiqə vaxt lazımdır. Maşınla gedirsənsə maşınını keçirdirsən, özün gedirsənsə şəxsiyyət vəsiqənlə keçirsən. Və qazilər var, deyir ki, aldığımız dağlara indi bizi portalla buraxırlar. Nə oldu? Başqa vaxtda deyirik, qanun hamı üçün qanundur. 1 dəqiqə vaxtı alacaq da. Portal pulsuzdur, yenə də deyirəm, bir şəxsiyyət vəsiqəndir. Bir də maşınla gedirsə, maşının texniki pasportudur. Keçirdirsən ora. Bilirsiniz, onu, o hissəni kəsib neynirdilər? Səidə Bəkir qızı şəhid analarına təhqir elədi. Tənqid də eləməmişim, demişəm, nə olsun şəhid anasısan? Axı, mina soruşmayacaq, sən şəhid anasısan, hansı şəhidin anasısan? Mina partlatdı, getdi və salam. İndi də deyirlər ki, portalla keçəndə mina olmur. Yox, portalla keçəndə sən ora konkret göstərsən. Ağdərədirmi, Xankəndidirmi, Xocalıdırmı, haradırmı? Sən hara gedirsən, orada sən getdiyin ərazilər göstərilir. Və biz sonra baxıram ki, qrupdan bəzi şəhid ataları, şəhid anaları mənə atırlar ki, Səidə qızım, şəhid anaları, atalar burada sənə söyüb biabır eləyirlər ki, utanmaz, bizi aşağılayır, bizi təhqir eləyir. Deyirəm, onlar düz eləyirlər. Mən niyə hər şəhid üçün danışanda göz yaşı axıtmışam ki? Onlar düz eləyirlər, bəli. Mənə hələ onlar az eləyirlər, bəli. Və bilirsiniz necə? O deyir ki, yananı yandırırlar. Biz indi o durumdayıq, yananı yandırırlar. Və ona görə demişəm, heç kim mənə deməsin ki, oğlumun, nə bilim, şəhadət günüdür, şəhidimizin və yaxud da ki, mövlududur. Heç kim mənə heç yerə çağırmasın. Çünki elə ilk fürsətdə adamı vuran məhz həmin şəhid ailələri, bəziləri deyirəm, bunu xüsusi vurğulayıram. Çünki ən belə gərgin vaxtımda mənim yanımda olan çox şəhid anası, çox şəhid atası var. Mən bura gəlməmişdən əvvəl bizim antiterror şəhidi xüsusi təyinatlılar, komando Zamin Abbasovun anasının yanından gəldim. Mənə qucaqladı, ağladı. Deyir, sən üçün elə qorxuram. Deyirəm, ana, niyə qorxursan? Dedi, o qədər mərdim azar var. Dedim, özün yuxuda görmüşdün ki, məni şəhidlər saxlayıblar. Deyir, gördüm, sən gedirsən yaşıl çəmənliklə, çoxlu əskərlərin arasında sual verirəm sənə ki, ay Səidə qızım, hara gedirsən? Deyirsən ki, şəhidlər mənə çağırır, yanlarına gedirəm. Deyirəm, sənin nə işin var onların yanında? Şəhidimiz Zaminin anası danışır bunu mənə. Sənin nə işin var onların yanında? Deyirsən ki, qardaşlarım da necə nə işin var? Deyir, gedirsən, axırda deyir, 2 hərbi formada olan şəhid sənin qabağında dayanır ki, buradan o tərəfə keçə bilməzsiniz Səidə xanım. Buradan o tərəfə yasağınız var. Yəni, nə demək istəyirəm ki, elə o şəhidlərin ruhudur məni qoruyan. Mən onsuz da, yəni, ürəyim şəhidlə danışmaq istəyəndə, mən şəhidlər xiyabanının yolunu da qəşəng tanıyıram. İstəyir hansısa rayona gedəndə, hansısa şəhid bulağı görürəmsə, mütləq düşürəm. Çünki o bulağın yanından keçəndə, özümü bütün o 1-2 dəfə olub da, elə yolda olmuşam ki, saxlamamışam. Özümü o qədər qınamışam ki, ya mən necə onu eləyə bildim? Şəhid bulağının yanına sürüb keçmişəm. Ya nə deməksən? Bəzən görsən ki, o adamlar sənin haqqıva girirlər, deyirsən, niyə? Sonra baxırsan ki, bəli, demək ki, yanmamalısan da. Yanmamalısan. Hamı kimi həyatını yaşayır. Onsa sən heç nəyi dəyişməyəsən həyatda. Ona görə heç olmazsa öz sağlamlığımı dəyişmədi. Mən təzyiq xəstəliyini durduq yerdə tapmadım. Nə qədər əsəb. Əslində mənə heç bir aidiyyatı yoxdur onun. Heç bir aidiyyatı yoxdur. Amma deyirəm, bizim cəmiyyətimiz korlanır axı. Nə qədər burcudan oğlanlar görəcəyik. Küçədə az qala klip çəkirlər özlərinə. İnsanlar da belə-belə ötür onun yanına, belə baxıram. Niyə bir adam gəlib demir ki, axı mən buradan 13 yaşda oğlumdan keçirəm, sən orada hoqqa verirsən qız paltarı ilə. Ged evində otur, nə qələt eləyirsən elə də, küçədə eləməyin də. Siz küçədən də göstərirsiniz, onun təbliğatını aparırsınız. Hələ son zamanlar qarşıma nə çıxırdı? Mağaza reklamlarında qadın paltarların kişilər reklam eləyirdi.
Hələ çox görəcəyik elə şeylər. Səidə xanım, son olaraq Rəqsanə ilə bağlı qərarınız nə olacaq? Valla mən məhkəməyə müraciət eləmişəm və biz xüsusi ittiham qaydası ilə məhkəməyə vermişik onu. Çünki haqqımda həddindən artıq çox şər, böhtan, kütləvi informasiya vasitələrinə yalan məlumat sızdırma, bir neçə, yəni orada diqqət ediləcək məqamlar var idi. Kaş ki qırmızı xətti keçməzdi. Mən heç istəməzdim Rəqsanə İsmailova yenidən həbs olunsun və ya heç həbs olunmasın. Yenidən məhkəmə qarşısına çıxarılsın, sorğulansın. Mən heç istəməzdim. Bir Allahım şahiddir. Heç bir Azərbaycan qadınının məhkəmədən həbsxanaya gedən yolunu arzulamamışam. Özümə də arzulamıram. Bəlkə də sabah maşın sürərəm, kimsə qəflətən keçər yoluma, bir qəza törədərəm, kiminsə həyatının sonunu gətirə bilərəm. Mən də sorğulanaram, mənə də həbs cəzası verərlər. Ona görə deyirəm, iki özüm qarışıq. Heç kimin həyat yolunun oradan keçməsini arzulamıram. Çünki bir Azərbaycan qadınına həbsxana həyatı yaraşmır. Amma çox təəssüf ki, Rəqsanənin özü istədi bunu. Çox təəssüf ki. Səidə xanım, çox sağ olun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz, gəldiniz, bizimlə həmsöhbət oldunuz. Bizim studiyamızda məsələlərə bir daha aydınlıq gətirdiniz. Çox sağ olun. Siz sağ olun.